maraqlı mövzuya görə elə bir sualdır və elə bir mövzudur ki, onun ətrafında saatlarla danışmaq mümkündür. Çünki həddən artıq mürəkkəb bir məsələdir və çoxşaxəli məsələdir. Və o qədər detalları var, o qədər onun ətrafında mövzular var ki, yığıb yığışdırmaq, toparlamaq çox çətindir. Amma hər halda çox qısaca mən sizin sualınıza cavab verməkdən başlayayım. Çox çətindir proqnoz vermək ki, orada vəziyyət necə olacaq yaxın günlərdə və həftələrdə. Amma mən hər halda belə bir proqnoz səsləndirməyə üstünlük verirəm ki, mən orada böyük müharibə gözləmirəm. Çünki kiçik müharibələrə, kiçik hətta uğurlara İranın da, İsrailin də, həmçinin Amerika Birləşmiş Ştatlarında Trump'ın da müəyyən mənada marağı olsa da, ehtiyacı olsa da, müharibənin genişlənməsi və böyüməsi bu üç dövlətin heç birinin maraqlarına cavab vermir. Ona görə də mən hesab edirəm ki, ya orada ümumiyyətlə müharibə olmayacaq, ya da ki, bir neçə dəfə olduğu kimi atışmalar olacaq. Amerika Birləşmiş Ştatları hər halda o qədər gəmiləri, təyyarələri, raketləri yığıbsa ora yenə də çoxaldıbsa, ola bilər ki, hansısa bir zərbələr vurulacaq, hansısa bir mərkəzlərə, nöqtələrə zərbələr vurulacaq. Və İran da təbii ki, onlara cavab verməyə çalışacaq. Amma hesab edirəm ki, bu zərbələr davamlı olmayacaq və torpaqda, sahədə savaş başlamayacaq. Yəni, quru savaşları başlamayacaq. Bu zərbələr raketlərlə vurulacaq, təyyarələrlə vurulacaq. Oradakı gəmilərdə olan vasitələrlə vurulacaq. Və sonra da yenə də danışıq mərhələsinə tərəflər məcbur olacaqlar. Əslində danışıqlar artıq başlayıbdır. Çox həvəslə olmasa da belə tərəflər müəyyən informasiya sızdırmağa da məcbur olurlar və bəllidir ki, həm gizli şəkildə birbaşa ABŞ-la İran arasında da müəyyən danışıqlar gedir. Eyni zamanda bölgə dövlətləri, xüsusən Türkiyə bu məsələdə fəallıq göstərir və Türkiyə rəhbərliyi, hakimiyyətin təmsilçisi Türkiyədən həm İranın, həm də Amerika Birləşmiş Ştatlarının təmsilçilərlə danışırlar, məsləhətləşirlər. Eyni zamanda bölgə ölkələri ilə də bu danışıqlar davam edir. Yəni, konkret sualınıza cavabım bundan ibarət. Ancaq mövzuya girsək, başlasaq, bu yenə deyirəm, çox uzun çəkəcək, çünki həddən artıq mürəkkəbdir vəziyyət və şaxələri çoxdur, xəttləri çoxdur bu mövzunun, istiqamətləri həddən artıq çoxdur. O ki, qaldı bu bölgədə qarşıdurma hansı nəticələrə gətirib çıxara bilər? Qısa müddətli mən köklü bir dəyişikliklərə inanmıram hazırki vəziyyətdə. Ancaq bütövlükdə proses bütün dünyada olduğu kimi bu bölgədə də dəyişikliklərə doğrudur. İranda dəyişikliklər labüddür. Artıq 40 ildən çoxdur ki, 46 il olur deyəsən. İranda teokratik hakimiyyətdədir və bu hakimiyyət bütün resurslarını xərcləyib qutarıb, bütün öz vətəndaşları qarşısında etimad limiti nə var idisə hamısını xərcləyib qutarıbdır və bu rejimin bitməsi qaçılmazdır. Yaxın görünən müddətdə bu baş verəcək. Bu bir neçə ayda ola bilər, yaxın illərdə ola bilər, ancaq baş verəcək. İsraildə də müəyyən dəyişikliklər hesab edirəm ki, labüddür. Son illərdə bilirsiniz ki, 23-cü ilin 7 oktyabrına qədər İsraildə az qala ildə 2-3 dəfə parlament seçkiləri keçirilirdi. Çünki müəyyən bir qeyri-sabit bir situasiya yaranmışdı və tərəflərdən heç biri böyük üstünlük əldə edə bilmirdi seçkilərdə. Və ona görə də koalisiyalar qurulurdu, dağılırdı və daha sonra yenidən seçkiyə getməyə məcbur olurdular. Yalnız 2023-cü ilin 7 oktyabrında baş verən o faciəli hadisələr vəziyyəti dəyişdi və İsraildə bir növ
Netanyahu ətrafında məcburi siyasi birlik formalaşdı, səbirli davranış formalaşdı. Ancaq o mərhələ də yekunlaşmaq üzrədir və o mərhələdə bitəcək və İsraildə də o dəyişikliklər labüd hala gələcək. Məsələnin ən böyük iştirakçısı Amerika Birləşmiş Ştatlarına gəldikdə isə prinsip etibarilə yaxın 3 ildə Trump hakimiyyəti hüquqi cəhətdən davam etməlidir. Amma bilirsiniz ki, bu il Amerika Birləşmiş Ştatlarında noyabrda parlament seçkiləri keçiriləcək və həmin parlament seçkilərində demokratların uğur qazanma ehtimalı daha inandırıcıdır və demokratların uğurları nəticəsində nəinki nümayəndələr palatasında əksəriyyət onlara keçə bilər, hətta bəzi ekspertlərin rəyinə görə senatda da respublikaçıların cüzi üstünlüyü ki var, o üstünlük əldən gedə bilər. O baş versə, bu tam ya qismən bu baş versə də, təbii ki, Trump hakimiyyəti də indi olduğu qədər sərbəst, istədiyi şəkildə hərəkət edə bilməyəcək. Yəni, Amerika Birləşmiş Ştatlarında istər bu il, istərsə də yaxın illərdə hakimiyyət dəyişiklikləri kifayət qədər real görünür. Ona görə də bu istiqamətdə dəyişiklikləri görmək olar. Bu, İranın ətrafından söhbət gedirsə, Cənubi Qafqazdan, Türkiyədən, Əfqanistandan söhbət gedirsə, bu istiqamətlərin hər birində də yenə də çox müxtəlif senarilər mümkündür, çox fərqli gəlişmələr mümkündür. Bizim üçün önəmli olan, Azərbaycan üçün önəmli olan birincisi regional təhlükəsizlik məsələləridir. Təbii ki, biz qonşuluğumuzda böyük savaşlar, böyük qarşıdurmalar, qanlar istəmirik. Digər tərəfdən də bizim üçün Azərbaycan olaraq həlledici məsələ İranda yaşayan 10 milyonlarla soydaşımızın taleyidir. Aydın məsələdir ki, Azərbaycan xalqı soydaşlarının taleyinə biganə ola bilməz, laqeyd qala bilməz. Bu bizim üçün həddindən artıq həssas bir məsələdir və ona görə də istər hakimiyyət, istər cəmiyyət bu prosesləri diqqətlə izləməli və bu çətin vəziyyətdən uğurla çıxmaq, təhlükələrin qarşısını almaq üçün fədakarlığa, çevik qərarlara, milli birliyə hazır olmalıdır. Təşəkkür edirəm.